Deməli uşaqlar, bugünkü dərsimizin adı olub tənliklər sistemi. Deməli birinci iki dəyişənli tənlikdən danışaq. Ondan sonra iki dəyişənli tənliyi tənlik sisteminə salaq və tənlik sistemində başlayaq o tənlikləri araşdırmağa. Bir dəyişənli tənlik bundan əvvəlki dərsdə keçmişik, düzdür? Bir dəyişənli tənlikdə məsələn xətti tənlikdən söhbət eləmişik. Məsələn 5x üstə gəlinsin 3 bərabərdir 8. Bu bir dəyişənli tənlikdir. Niyə? Çünki bir dənə dəyişən var burada. Bir yerdə dəyişən var, yox ha. Bir dənə dəyişən var. Nə demək istəyirəm? Məsələn, 2x kvadratı üstə gəlsin, 3x çıxılsın 8 bərabər 0. Bu bilirik ki, kvadrat tənliyidir, düzdür? 2 yerdə dəyişən var. 2 yerdə dəyişən var. Amma bu tənlik bir dəyişənli tənlik gedir. Yəni bir dənə dəyişən var burada. Başqa hərf var, x-dan başqa hərf. Xeyr. Yəni eyni dəyişənin iştirak elədiyi tənlik bir dəyişənli tənlikdir və biz bunu rahatlıqla həll eləyə bilirik. Hansı formada olmasından asılı olmayaraq hərəsinin özünün ayrı-ayrı həll üsulları var, amma həll eləyə bilirik. Amma indi baxın, məsələn 2x üstə gəlinsin 3y bərabərdir 5. Bu da tənlikdir. Çünki tənliyin tərifini deyəndə nə demişdik biz? Tənliyin tərifini deyəndə demişdik ki, məhsulu olan bərabərliyə tənlik deyilir. Məhsul varmı? Var. Bərabərlik varmı? Var. Onda buna tənlik demək olarmı? Bəli. Bu məhsulu olan bərabərlikdir. 2x üstə gəlsin 3y bərabərdir 5. Amma 2 dəyişən var burada görürəm ki. X dəyişəni var, bir də nə var? Y dəyişəni. Ona görə də bu tənliyə 2 dəyişənli tənlik deyirlər. Nə deyirlər? 2 dəyişənli tənlik deyirlər. Hə, 2 dəyişənli xətti tənliyi, yoxsa xətti olmayan tənliyi nəyə görə deyirlər? İndi funksiyanı keçəndə görəcəksiniz, xətti funksiyadan yaranan tənliklər 2 dəyişənli xətti tənliyi olur. Yəni bundan funksiya yaradanda bunun qrafiki bir düz xətt olur. 7-ci sinifdə keçmişsiniz bunu. Məsələn, gəlin elə bundan bir funksiya yaradaq. Bax, y-i saxlayıram bu tərəfdə, x-i atıram digər tərəfə olur, mənfi 2x üstə gəlsin 5. Hamısını 3-ə bölürəm, tənliyin xassəsindən istifadə edib 3-ə bölə bilərəm. 3-ə bölürəm, y bərabər olur mənfi 3-də 2x plus 3-də 5. Bu bildiyim xətti funksiyadır. Bu funksiyanın bir qrafiki var, koordinat sistemində qura bilərəm mən bunu. Şərti olaraq qururam, x, bu da y. Biz bilirik ki, BC funksiyanın qrafikinin y oxun kəsdiyi yerdir. 3-də 5 hardasa buralıqda bir yerdir. Bax, 3-də 5. Y-ə də 0 deyəndə nə olur? 3-də 2x bərabər olur 3-də 5-ə. X bərabər olur 2 tam 10-da 5-ə. X-ı da 2-10-da 5 deyək ki, bura. Aydındır. Bu funksiyanın qrafiki hardasa belə bir düz xəttdir. Bu funksiyanın qrafiki belə bir düz xəttdir. Həmçinin, bax, bu 2 dəyişənli tənliyin də qrafiki budur. Yəni 2x plus 3y bərabərdir 5 düz xətti koordinat sistemində bu formada görükür. Aydındır. İndi bu tənliyi mən daxil heç kim götürüb bu tənliyi deyə bilməz ki, həll edirəm. Nəyə görə? Çünki bu tənlik bir dəyişənli xətti tənlik deyil. Bunu xüsusi şəkildə sən götürəsən, ədədlər bir tərəfə, hərflər bir tərəfə və yaxud da kvadrat tənliyi kimi həll eləyəsən. Tənliyin kökü nəyə deyirdik? Dəyişənin tənliyi doğru bərabərliyə çevirən qiymətinə tənliyin kökü deyirdik da biz, düzdür? Məsələn, 2x bərabərdir 8 tənliyində x-a deyən 4 deyəndə doğru bərabərliyi alınırdı deyə x bərabərdir 4 bu tənliyin kökü idi. Düzdürmü? İndi burada artıq 2 dəyişən var deyə bu dəyişənlərə elə qiymət verəcəksən ki, haqqı hesab eləyəndə cavab 5 olsun. Məsələn, x-a deyərsən 1, y-ə də deyərsən 1, 2 birim 2, 3 birim 3, toplayanda 5. Ödədi mi? Ödədi. Deməli, bir cütü bu tənliyin nə idi? Köküdür. Aydındır. Və yaxud da x-a deyərsən, məsələn, 3 və yaxud da 2. X-a deyərsən 2 eləyir 4. Düz, buna da deyərsən 3-də 1. Y-ə də 3-də 1 deyəndə yerinə qoyun görün ödəyirmi? Ödəyir. Düzdür. Belə-belə sən buna sonsuz sayda qiymət tapa bilərsən, cütlər tapa bilərsən və hamısı onun köküdür. Aydındır. Bu cütlər hamısı o 2 dəyişənli bərabərliyi, tənliyi doğru bərabərliyə çevirdiyinə görə bu cütlər hər biri o tənliyin köküdür. Yəni bu tənliyi sənə bu formada verib, heç vaxt deməyəcək, get bu tənliyi həll elə. Uzaqbaşı belə deyə bilər, cütlər verər, deyər ki, bu cütlərdən hansı bu tənliyin köküdür, yerinə qoyub baxıb yoxlayacaqsan ki, hansı o tənliyin köküdür. Başa düşdük? Bax, bu qrafik üzərində yerləşən istənilən nöqtənin x, y cütü, x-i, y-i. İstənilən nöqtənin x-i,
y-i o tənliyi doğru bərabərliyə çevirir. Başa düşdük? Çünki zaten bu nöqtələr hamısı bu qrafik üzərindən götürülmüş nöqtələrdir. Zaten bu grafikin yaranma səbəbi odur ki, bunu ödəyən nöqtələr yığışıb bir yerə, ardıcıl olaraq yığışıb, lap yaxın yığışıblar bir yerə, o qrafik əmələ gətiriblər. Bu tənliyin grafikini əmələ gətiriblər. Başa düşdük? Bizim indi bu tənliyi tək araşdırmayacaq təbii ki. Bu tənliyi sistem şəklində götürəcək 2 dənə tənliyi, o tənliyin qrafiklərinin qarşılıqlı vəziyyətini araşdıracaq. Deməli, müstəvi üzərində 2 düz xəttin bir-biri ilə neçə qarşılıqlı vəziyyət var? Həm də sən əsas anlayışlarını keçəndə demişik. Müstəvi üzərində düz xəttin, 2 düz xəttin bir-biri ilə 3 qarşılıqlı vəziyyət var. Ya düz xəttlər kəsişir, düzdür. Kəsişəndə bir nöqtədə kəsişirlər də, düzdür. Ya üst-üstə düşür, ya da paralel olur. Deməli, paralel olanda nə edir? Onların heç bir ortaq nöqtəsi olmur. Düzdür. Ya da ki, üst-üstə düşür. Üst-üstə düşür. Üst-üstə düşəndə biz onu bir dənə xət kimi görürük. Başa düşdük. İndi biz sistem həll eləyəndə sistemə daxil olan tənliklərin qrafiklərinin qarşılıqlı vəziyyətini araşdırmış oluruq əslində. Aydındır. Sistemə daxil olan tənliklər, hər hansı tənliyi götürsün, sistemə daxil olan tənliklərin qrafiklərinin bir-biri ilə kəsişdiyin, yoxsa qrafiklərin bir-birinə paralel olduğunu, yoxsa qrafiklərin üst-üstə düşdüyünü araşdıracaq əslində. Aydındır. İki dəyişənli xətti tənlik sisteminin ümumi şəkli nətər olur? Ümumi şəkli A1x plus B1 y bərabərdir C1, A2x plus B2 y bərabərdir C2 şəklində olur. Nə vaxtı bu sistemə daxil olan tənliklərin qrafikləri bir-biri ilə kəsişir? Birinci hal, əgər x-ların əmsalı, yəni A1 bölünsün A2 fərqlidir B1 bölünsün B2 olsa, onda bu iki dəyişənli tənliklərin qrafikləri bir-biri ilə kəsişir, yəni bu vəziyyətdə olur və bu tənlik sisteminin o halda yeganə həll olur. Aydındır, yeganə həll bilirsiniz nə deməkdir? Yəni mən bunların kəsişmə nöqtəsini tapıram, kəsişmə nöqtəsinin koordinatları hər ikisinə aid olduğuna görə eyni zamanda həm bunu doğru bərabərliyə çevirir, həm də bunu. Mən sistemə daxil olan tənlikləri həll eləyəndə ortaq həll axtarıram. Başa düşün, bu sistemin mənası o deməkdir ki, hər iki tənliyi eyni anda doğru bərabərliyə çevirən qiymət axtarırsan. Bax, burada bir dənə sistem yazdım indi. Məsələn, sadə bir sistem. X plus y bərabərdir 3-ə. 2x plus y bərabərdir 4-ə. Məsələn, bax, bu tənlikdə 1, 2 cütü hər iki tənliyi doğru bərabərliyə çevirir. Bir dənə baxın, x-in yerinə 1 qoyanda, y-in yerinə 2 qoyanda, toplayanda 3 eləyir. İkinci tənlikdə x-in yerinə 1 qoyanda 2 1-in 2, üstünə 2 gələndə 4 eləyir. Hər ikisini doğru bərabərliyə çevirdi. Bax, bu 1-2 cütünə bu tənlik sisteminin həlli deyilir. Aydındır? Yəni, verilən tənliklərin hər ikisini doğru bərabərliyə çevirdi. İndi görək, bu yeganədir, yoxsa başqa belə bir həll var? Yoxsa yoxdur. Məsələn, baxıram, buna 3 desəm, buna 0 desəm. Toplayanda nə eləyir? 3. Həmin 3 0-ı burada yerinə yazsam, 2 vuraq 3, 6, üstünə 0 gələndə 6 eləyir, 4 eləmir, ödəmədi bu birsin. Aydındır? İndi gəlin əmsalların nisbətindən baxaq görək, bu həll doğrudan da yeganədir, yoxsa yox. X-in əmsalı nədir burada? 1-dir, yazılmıb, düzdür. 1 bölünsün 2, fərqli olmalıdır uşaqlar. Y-in əmsalı nədir burada? 1. Burada Y-in əmsalı nədir? 1. Uşaqlar, 1 bölünsün 2 0,5 eləyir. 1 bölək 1 də nə eləyir? 1 eləyir. 0,5 birdən doğrudan da fərqlidir. Bax, x-ların əmsalı nisbəti, y-lərin əmsalı nisbətindən fərqli olduğuna görə bu tənlik sisteminin yeganə həlli oldu. O həll də budur. İndi o həllin tapılma qaydası var, toplama üsulu, əvəz etmə üsulu, ona keçəcək hələ. Amma hələ ki, həlli araşdırırıq ki, tənlik sisteminin nə vaxt bir dənə həll olur, nə vaxt sonsuz sayda həll olur, nə vaxt ümumiyyətlə həll olmur. Deməli, buradan o qərara gəldik ki, A1 bölək A2, B1 bölək B2-dən fərqli olanda sistemin yeganə həlli olur. Bir dənə həll olur, bir cüt, onu da həll eləyib tapırsan. İkinci hal,
İkinci hal nədir? Bəs uşaqlar, əgər A1 bölək A2 bərabərdir B1 bölək B2 bərabərdir C1 bölək C2 olarsa, onda sistemin sonsuz sayda həlli olur. Aydındır. İndi gəlin yazaq. Bir dənə sistem yazıram. A1 bölək A2 bərabərdir B1 bölək B2 bərabərdir C1 bölək C2 olacaq. Bax, məsələn yazıram 2x üstə gəlinsin 6y bərabərdir 8. x üstə gəlinsin 3y bərabərdir 4. Görürsünüz bunu? Bax, A1 bölək A2 2 bölünsün 1 bərabərdir 6 bölünsün 3 bərabərdir 8 bölünsün nə? 4. Hamısı bir-birinə bərabərdir. Görürsünüz? 2, 2, 2. Hamısı bir-birinə bərabərdir. Bərabər. Bu sistemin sonsuz sayda həlli var. Gəlin baxaq görək, bir neçə həll tapaq görək bunun hər ikisini ödəyir, yoxsa yox. Məsələn, birinci tənliyi ödəyən x-a 1 desəm, y-ə 1 desəm ödəyir. Düzdür? Aşağıda baxaq, x-a 1 desəm, y-ə 1 desəm ödəyir. Ödəyir. Bunu da ödəyir ikisində. Düzdür? 1 bölü 1 bunu ödəyir. Məsələn, x-a desəm 4, y-ə desəm 0. Birinci tənliyi ödəyir, görürsünüz? Birinci tənliyi ödəyir. İkinci tənlikdə 4, 0. Görürsən? 4, 0 bunu da ödəyir. Yəni, yuxarıdakın hansı ödəsə, aşağıdakın eyni şeylər hamısı ödəyəcək. Ona görə də sonsuz sayda həll çıxacaq ortalığa. İkinci qayda nə oldu? A1 bölək A2, B1 bölək B2 bərabərdir C1 bölək C2 olarsa, yəni hər üç uyğun əmsalların nisbəti bir-birinə bərabər olarsa, onda həmin xətti tənlik sisteminin nə olacaq? Sonsuz sayda həlli olacaq. Yaxşı. Bu 2. Üçüncü və sonuncu xətti tənlik sisteminin həllinin olmama şərti. Əgər uşaqlar A1 bölək A2 bərabərdir B1 bölək B2 amma fərqlidir C1 bölək C2 olsa, onda bu iki dəyişənli xətti tənlik sisteminin qrafikləri bir-birinə paralel olacaq və heç bir həlli olmayacaq. Həlli olacaq boş çoxluq. Məsələn, nümunə olaraq yazıram. İndi mən heç fərqi çəkə bilmirəm bununla. Məsələn, 2x üstə gəlinsin 4y bərabərdir 3. x plus 2y bərabərdir 1. Aydındır. A1 bölək A2 uşaqlar 2 bölünsün 1 bərabərdir 4 bölünsün 2. Fərqlidir 3 bölünsün 1. Doğrudan da elədir. Bax, 2-ni 1-ə böləndə 2, 4-ü 2-yə böləndə 2, fərqlidir 3-ü 1-ə böləndə 3-dən. Onda bu sistemin həlli yoxdur, boş çoxluqdur. Çünki bunun qrafikləri bir-birinə nə olur? Paralel olur. Paralel düz xəttlərdə heç vaxt bir-biri ilə kəsişmir axı. Kəsişmədiyinə görə ortaq həll tapa bilməyəcəksən. Aydındır? İndi həlli qaydasını keçəndə görəcəksiniz ki, bunu həll eləməyə çalışanda da boş çoxluq alınır. Yəni həll çıxmır ortalığa. Aydındır bu. Deməli, ümumiləşdirək bir dənə bura qədər gəldiyimizi. Dedik, 2 dəyişənli xətti tənlik sistemi. Birinci baxdıq 2 dəyişənli xətti tənliyə. Dedik, xətti funksiyadan yaranan tənlikdir. İstənilən 2 dəyişənli xətti tənliyin sonsuz sayda həlli var. Bizə onu ayrılıqda verməyəcək ki, 2 dəyişənli xətti tənliyi həll elə. Cütlər verəcək, seçəcəyik. Sonra dedik ki, bu 2 dəyişənli xətti tənlik sistemi sistemə daxil olan tənliklərin ortaq həllini axtarır. Sistemdəki tənliklərin qrafiki düz xəttdə olduğuna görə düz xəttində müstəvi üzərində 3 qarşılıqlı vəziyyəti var. Ya bir-birinə paraleldir, ya üst-üstə düşür, ya da kəsişir. Kəsişəndə bir həlli olur, paralel olanda həlli olmur, üst-üstə düşəndə sonsuz sayda həlli olur. Ümumi 2 dəyişənli xətti tənlik sisteminin də yazı olaraq forması nətər oldu? A1x plus B1y bərabər C1, A2x plus B2y bərabər C2 olur. Əmsalların nisbətinə görə tənliyin bir həlli sonsuz sayda yoxsa heç həllinin olmadığını tapmaq olur həll eləmədən. A1 bölək A2 fərqlidir B1 bölək B2 olsa tənliyin həlli yoxdur. A1 bölək A2 bərabərdir, yox, bir həlli var. A1 bölək A2 fərqlidir B1 bölək B2 olsa bir həlli var. A1 bölək A2 bərabərdir B1 bölək B2, bərabərdir C1 bölək C2 olsa sonsuz sayda həlli var. A1 bölək A2 bərabərdir B1 bölək B2, fərqlidir C1 bölək C2 olsa ümumiyyətlə sistemin həlli yoxdur. Düzdür? İndi gəlin 2 dəyişənli xətti tənlik sisteminin həllinə baxaq. Birinci həllimiz əvəz etmə üsuludur. Əvəz etmə üsulu. Yəni hər hansı
x üstə çıxılsın 2y bərabərdir məsələn 6. 2x çıxılsın 3y bərabərdir məsələn 5. Bu iki dəyişənli xətti tənliyi həll eləmək üçün, ümumiyyətlə iki dəyişənli xətti tənliyi həll eləmək üçün əvəz etmə üsulu nədir? Tənliyə, sistemə daxil olan tənliklərdən hər hansı birini götürürsən, kefin hansını istəyirsə onun fərqi yoxdur. Amma hansında əvəz etmək daha rahatdırsa onu götür. Məsələn, burada birincidə əvəz etmək daha rahatdır. X çıxılsın 2y bərabərdir 6-dır, düzdür. 2y-i açsam sağ tərəfə, x bərabər olacaq nəyə? 6 üstə gələk 2y-ə. Yəni, harada x görürsənsə, əvəzinə 6 üstə gələk 2y yaza bilərsən. O deməkdir bu. Elə bir ki, sənə bir dənə 10-luq vermişəm, deyirəm, get bunu 5-li elə gətir, əvəz elə gətir, ver mənə. Gedib 2 dənə 5-li eləyib gətir, verəcəksən mənə, düzdür. Sənə belə bir ifadə vermişdim, dedim, x-i y ilə əvəz elə. X-i y ilə əvəz eləmək üçün y-i atdım bərabərliyin digər tərəfinə, x bərabər oldu 6 üstə gələ y-ə. Aydındır? Hansı tənlikdə əvəz etmə aparmışdım? Birinci. Birinci tənlikdə əvəz etmə aparmışsansa, onda ikinci tənliyi götürürsən, 2x çıxılsın 3y bərabərdir 5. Həmin dəyişənin yerinə əvəz elədiyin dəyişənin yerinə gətirirsən, əvəz elədiyin ifadəni yazırsan. Başa düşdük? 2 vurulsun, mötərəzədə 6 üstə gələ 2y. Aydındır? Üstə gəlinsin, çıxılsın 3y bərabərdir 5-ə, düzdür? Bunu vurub açıb sadələşdirəcəksən, artıq, bax, bizim məqsədimiz nədir burada? Biz bir dəyişənli tənliyi istənilən halda həll eləyə bilirik, iki dəyişənli tənliyi həll eləyə bilmirik. Onu da həll eləyə bilirik, sonsuz sayda həll çıxır, onun içindən iminli, eyni olanı tapmaq çətin məsələdir. Ona görə bir dəyişənə keçmək üçün dəyişənin birin digəri ilə əvəz eləyib, ancaq y yaradıram, görürsən? Vurub açıram 12, üstə gələk 4y, çıxılsın 3y, bərabərdir 5-ə. Buradan 4y-dən 3y çıxanda y qalır, 5 çıxılsın 12, y bərabər olur mənfi 7-yə. Aha, y tapdım mı? Tapdım. Bax, gəlirəm bura. X bərabərdir 6 üstə gəlinsin 2 vurulsun mənfi 7. Y tapmışam axı. X bərabərdir 6 çıxılsın 14. X bərabərdir uşaqlar nəyə? Mənfi 8-ə. Deməli, mənim tənliyim sistemimin həlli mənfi 8, mənfi 7 cütüdür. Özdə birinci x-i yazılır, ikinci y yazılır. Koordinat cütünə uyğun olaraq. Başa düşdük. Buna deyirlər əvəz etmə üsulu. Fərqli formada da ola bilər təbii ki. İndi bu biraz rahat oldu. Məsələn, başqa cür ola bilər. Məsələn, 2x çıxılsın 2y bərabərdir. Məsələn, 8. 3x çıxılsın 5y bərabərdir. Məsələn, 15. İndi nə edəcəksən? Hansında istəyirsən birin digərindən əvəzlə. Yenə də deyirəm, hansı sənə rahatdırsa, gözün hansını daha yaxşı kəstirirsə ki, burada iş daha rahat olar, onu götür. Məsələn, mən baxıram ki, bunun əmsalları hamısı 2-yə bölünür. Onda deyirəm ki, burada əvəz eləmək daha yaxşı olar. Nə edirəm? Yazıram 2x çıxılsın 2y bərabərdir 8-ə. Y-i x-la və yaxud da x-i y-la fərqi yoxdur. 2x-i saxlayıram. 8 üstə gələk 2y olur. Hamısını, mənə x lazımdır təkcə, 2x yox, aydındır. Hamısını 2-yə bölürəm. Hamısını 2-yə böləndə nə baş verir? X bərabərdir 4 üstə gəlinsin y, düzdür. X-i y ilə əvəz elədim. Hansı tənlikdə? Birinci tənlikdə. Gedirəm onda ikinci tənliyi götürürəm. 3x çıxaq 5y bərabərdir 15-ə. 3 vurulsun. X-in əvəzinə bax bunu yazıram. 4 üstə gələk y, sonra çıxılsın 5y. Bərabərdir nəyə? 15-ə. Vurub açıram. 12 üstə gəlinsin 3y çıxılsın 5y bərabərdir nəyə? 15-ə. Buradan mənfi 2y bərabərdir 15 çıxılsın 12. Mənfi 2y bərabərdir mənfi 3-ə, müsbət 3-ə. Düzdür? Y də bərabərdir mənfi 1,5-ə. Tamam, y tapdım, gəlirəm bura. X bərabərdir 4 üstə gəlinsin. Y nədir? Mənfi 1,5. Buradan x bərabərdir 2,5-ə. Deməli, sistemin həlli 2,5 mənfi 1,5 cütü olur. Başa düşdük? Buna deyirlər əvəz etmə üsulu. Niyə əvəz etmə? Niyə məsələn yolka üsulu demirlər? Yeni il üsulu demirlər? Çünki burada əvəz eləyirsən. Dəyişənin birini digərini əvəz elədiyə görə normal olaraq əvəz etmə üsulu qoyurlar bunun adını. Başa düşdük? Tamam, əvəz etmə üsulunu başa düşdüksə əgər, keçək nəyə? Toplama üsuluna. Mənim sevimli üsulum.
Mən ən çox bu üsulla eləyirəm, çünki bu daha rahatdır. İndi özünüz də görəcəksiniz. Toplama üsulunda uşaqlar yenə də məqsəd 1-dir. Məqsədimiz odur ki, dəyişənin birini aradan çıxardaq, bir dənə dəyişən qalsın və bir dəyişənli tənliyi həll eləyə bildiyimizə görə həll eləyək, o dəyişəni tapaq, sonra gedək digərində, yerinə qoyaq hər hansı birində, digərində tapaq. Məsələn, çox danışmam, yazım. 2x çıxılsın y bərabərdir 5. x üstəgələk y bərabərdir, məsələn, 1. Aydındır. Ən sadəsindən yazmışam. Əsas odur ki, göz açıq olmaq lazımdır. Birinci baxıram, sistemdə əvəz etmə eləyə bilərsən, problem yoxdur. Toplama üsulu odur ki, yenə də deyirəm. Sən bunu tərəf-tərəfə toplayacaqsan. Aydındır. Tərəf-tərəfə toplayanda çalışmalısan əks bir hədlilər yaransın. Əks bir hədlilər sıfıra bərabərdir axı cəmi. Burada zaten əks bir hədli var. Mənfi y, müsbət y. Toplayanda bunlar gedəcək. Aydındır. Və elə beləcə bunu tərəf-tərəfə toplayıram. Toplayanda bu y-lər gedir. 2x ilə x-in cəmsi olur 3x. 5 ilə 1-in cəmsi olur 6. X bərabər olur 2. Əla, x-i tapdım. Ürəyin hansında istəyir qoy yerinə. Burada artıq, məsələn, əvəz etmədə elə deyildi. Birincidə əvəz eləmişdinsə, ikincidə qoyurdun yerinə. İkincidə əvəz eləmişdinsə, birincidə elə eləyirdi. Yadınıza gəlir də. 5 dəqiqə bundan qabaq eləmişdik çünki. X üstəgələk y bərabərdir 1-dir. Düzdür. X-in yerinə 2 qoyuram. 2 üstə gəlsin y bərabərdir 1-ə. Y bərabərdir mənfi 1-ə uşaqlar. Deməli, tənlik sistemin həlli nədir? 2 mənfi 1-dir. Təbii ki, həmişə belə güllü gülistanlı olmur. Elə verilən kimi tərəf-tərəfə toplayıb çıxartmırsan. Bəzən lazım olur ki, tənliyin o 3 dənə xassəsi keçmişdir. Ya o xassələrdən hər hansı birini tətbiq edib, tənliyin tərəflərini hər hansı da vurmaq, əlavə lövhəyə çıxmaqla əks hədlər yaradandan sonra toplayırsan tərəf-tərəfə. Yoxsa elə hellivay verilən kimi toplasan, cavab çıxmayacaq ortalığa. Bax. Məsələn, 2x üstə gəlsin 3y bərabərdir 8. 4x çıxılsın 5y bərabərdir uşaqlar, məsələn 12. Düzdür. Baxıram bura, tərəf-tərəfə toplasam heç biri getməyəcək. Y də qalacaq, x də qalacaq. Düzdür. Onda nə etmək lazımdır? Ya birinci tənlik, ya ikinci tənlik, ya eyni zamanda ikisini də vuracaqsan nəyəsə düzəlmirsə. Başa düşdük. Əsas məqsəd odur ki, əks hədlər yaradasan. İndi burada baxıram ki, birinci tənliyi mənfi 2-yə vursan bütün hədlərin. Əks həd yaranır. Bax, yuxarının hamısı mənfi 2-yə vuranda görün nə olur? Olur mənfi 4x, mənfi 6y, mənfi nə? 16. Yaddan çıxartmırıq, hamısını vururuq. Aydındır, hamısını vurdum mənfi 2-yə. Aşağıdakına dəymirəm uşaqlar. 4x çıxılsın 5y bərabərdir neçəyə? 12-yə. İndi tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda bunlar yenə gedir. Mənfi 11y bərabərdir mənfi 4 olur. Y bərabər olur uşaqlar 11-də neçəyə? 4-də. İndi ürəyin hansında istəyir qoy yerinə. Məsələn, birinci tənlikdə 2x üstə gəlinsin 3y bərabərdir 8-də. 2x üstə gəlinsin 3 vurulsun y-in əvəzinə 11-də 4 qoyuram bərabərdir 8-ə. Buradan 2x üstə gəlinsin 11-də 12 bərabərdir 8-ə. 2x bərabərdir 8 çıxılsın 1 tam 11-də neçə uşaqlar? 1. Buradan 2x bərabərdir 6 tam 11-də 10. Buradan 2x bərabərdir, düzgün olmayan kəsilə çevirsəm 11-də 66, 76. 2-yə böləndə də tərsinə çevirib 2-də 1-ə vursam 11-də 76 vurulsun 2-də 1. Bununla bu ixtisar gedir. X bərabərdir 11-də 38. Nəsə da nədirsə, əsas odur ki, həll eləyək. 11-də 38 və 11-də 4 bu tənlik sisteminin nə idi? Həllidir. Başa düşdük. Gördünüz nə elədik? Bu da olur sizin nə? Toplama üsulu. Yaxşı. Bu da iki dəyişənli tənlik sistemində toplama üsulundan istifadə edərək həll eləmək. İndi elə tənlik sistemləri var ki, onlar iki dəyişənli xətti tənlik sistemi deyil artıq. Yəni sənə məsələn o tənlikdə, o formal tənliklərdə də yenə göz açıq olmalı. Ümumiyyətlə bu riyaziyyat elədir ki, burada göz açıq olmalısan. Başa düşdük. Məsələn x vurulsun x plus y bərabərdir 8. Aydındır. Burada da yazıb ki, x plus y bərabərdir 4. Aydındır. Sən məsələn deyir ki, burada x, y cütün tap, həll elə. Sən durub bunu vurub atson, x kvadratı, x, y sənə bir şey verməyəcək. Sən faktik olaraq görürsən ki, x, y nədir aşağıda? 4. X, y cəmsi 4 deyil aşağıda.
Gətir onda bu cəmin yerinə 4 qoy gör nə alınacaq? X vurulsun 4 bərabərdir 8-ə. Onda x nəyə bərabərdir? 2-yə. X-i tapdın artıq. Aydındır. X-i tapandan sonra x plus y cəmsi 4-ə bərabər deyildi. X-in əvəzinə 2 qoy. 2 plus y bərabərdir 4-ə. Y bərabərdir y də elə 2 imiş. 2 cütü bu tənlik sisteminin həllidir. Bu xətti tənlik sistemi deyil. Çünki bunu vurub açanda görün nə alınır burada? X kvadratı plus xy bərabərdir 8-ə. X plus y bərabərdir nəyə? 4-ə. Aydındır. Bu da 2 dəyişənli tənlik sistemidir. Amma 2 dəyişənli xətti tənlik sistemi deyil. Aydındır. Müxtəlif üsullarla artıq orada bütün üsullardan əl atacaqsan. Yəni hansı üsul yararlıdırsa o üsuldan istifadə edib o tənlik. Bəzən olacaq ki, məsələn y-i x-lə əvəzləyib aparıb yerinə qoysun, kvadrat tənlik alacaqdın orada. Aydındır. Məsələn buradan həll eləsən, oradan da çıxarda bilərsən. Lap göstərək gəl onu bax. O formada bunu silirəm. Ola bilər ki, kvadrat tənliyi kimi əlavə həll də çıxa bilər ortalığa bax. Y-i x-lə əvəzləyək. X plus y nəyə bərabərdir uşaqlar? 4-ə. Düzdür. 4-ə bərabər deyil. Burada y nəyə bərabərdir? 4 çıxılsın x. Gördünüz? Gəlirəm baba birinci tənliyi götürürəm. X kvadrat üstə gəlsin. Xy bərabərdir 8-də. X kvadratı üstə gəlinsin. X vurulsun. Y-in yerinə 4 minus nə yazıram? X yazıram. Bərabərdir nəyə? 8-ə. Aydındır. Vurub açıram. X kvadrat üstə gəlinsin. 4x çıxılsın. X kvadratı bərabərdir 8-ə. X kvadratlar gedir. Buradan əks işarəlidir. 4x nəyə bərabərdir? 8-ə. X nəyə bərabərdir? 2-yə. Bayaq nə tapmışdım? 2. X plus y nədir bəz? 4-dür. Düzdür. Buradan x-i nə tapmışam? 2. 2 plus y bərabərdir 4-ə. Y bərabərdir o da 2-yə. Bayaq nə tapmışdıq? 2, 2. Yenə də 2, 2. Amma işimizi uzatdıq. O da yolu uzatdıq. Aydındır. Belə. Bu da sizin 2 dəyişənli tənlik sistemi. İndi qalanın da müxtəlif çalışmalarla çıxacaq qabağımıza məsələsi falanı. Artıq o məsələlərdə yerinə yetirərik. Yaxşı. Xeyirli olsun.